Göz açıb dünyaya gəldiyim andan qadalar, bəlalar bürümüş məni. Bir ana sinəsi zirehli qalxan hər qara niyyətdən qorumuş məni. Dualar diləmiş, laylalar demiş, məni bələyə yox, bükmüş sevgiyə, özü bəla çəkmiş, qəmlər də yemiş, balası qayğısız büyüsün deyə. Nə incitdim, nə bir xətrinə dəydim. Həmişə Tanrı tək baş əydim ona. Bir gəl ki, mən hardan, necə biliydim. Bir ömür qəfildən yetişir sona. Yaşamaq eşqi tək, anam ölməzdir. Həyat işığı tək, anam sönməzdir. Hər axşam adı ilə çıraqlar yanar. Sönməz çıraqlarda anam yaşayar. Hoş gördük, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Sənət Adamları adlı rubrikamız yenidən efirdədir. Verilişimizin tamaşaçılar tərəfindən baxımlı olması üçün biz çalışırıq ki, hər növbəti verilişimizdə sənət adamlarının yaradıcılığından əlavə, onların maraqlı həyat taleyindən, bu barədə onların həyat şəraitindən sizi yaxından tanış edək. Və bu günləri söhbətimizin istəyirik ki, poeziya ətrafında quraq. Yəni, bugünkü müsahibimiz biz bugün Bakı şəhərindəyik. Cənab Televiziya şirkəti öz yaradıcı qrupu ilə birlikdə Bakı şəhərində həmyerdimiz olan Simuzəl xanım Baxışlının qonağıdır. Simuzəl xanım, xoş gördük sizi. Xoş gördük. Sizi öz verilişimizdə görməyimizə çox şadıq. Çox sağ olun. Həmyerdimiz kimi də. Və sizə bir sualımı vermək istəyirəm ki, bir şair olmaq üçün ya fitri istedad olmalıdır, ya Allah vergisi olmalıdır. Yəni, bunlar olduqca da hər halda bir şərait mühit olmalıdır ki, həmin o özündə olan o xüsusiyyəti büruzə verəsən. Sizdə necə, hansı amillər sizin yaradıcılığınıza təsir göstərib ki, bu səviyyəyə gəlib çıxa bilmişsiniz? Amillər, yaradıcılıq elədir ki, siz özünüz qeyd edədiniz kimi istedad olmalıdır. Bu istedad söz yox ki, Allah tərəfindən verilən vericidir. İstedadlı insanlar həyata istedadlı kimi gəlir. Sonradan isə onların öz həyat tərzində yaşayıb yaratdıqları mühitdə bu baxımdan onlar necə inkişaf edib tələşirsə, bunlar hamısı insanların öz üzərinə düşür. Hansı ki, məsələn, əgər şair dünyaya gəlirsə, şair doğulursa, o yalnız öz yazdığı əsərləri ilə, öz mütaliələri ilə, öyrəndikləri ilə təbiətin bütün o gözəlliklərini görüb, yazmağıyla həyatda, məsələn, öz mühitini tapa bilir. Mən istəyərdim ki, siz başlanğıc verdiydiniz söhbətinizə. Siz Lənkəranda, dedim ki, həm yeriniz, siz Lənkəranda doğulmuşsunuz, göz açmışsınız və
İstərdim ki, uşaqlıq illəriniz haqqında necə oldu ki, bu sizə həvəs, düzdür, Allah verişlidir. Hər halda müəyyən qədər bu yaşayış tərzində, yəni Lənkəranın o füsunkarlığı, gözəlliyi yəqin ki, bu da sizə bir ilham verir. Evet, sözsüz. Bəli, mən Lənkəranda boya başa çatmışam, böyümüşəm. Lənkəran torpağını gözəl insanlarıyla təmaslı olmuşam. Ümumiyyətlə, mən Lənkərandan cismani ayrılsam da qəlbən heç ayrılmamışam. Və Lənkərana ümumiyyətlə tez-tez gəlib gedirəm. Mən Lənkəran İstanbulda oxusandığımda olmuşam. Feyzullah Eqal ailəsində. Sizin ailənizdə sizdən qabaq poeziya ilə, yaradıcılıqla məşğul olan bir kəs olurmu? Olub, bizim nəslimizdə ümumiyyətlə şairlər olub. Əzəl, akrabalar nəslimizdə şairlər olub. Mənim ata tərəfindən şeir yazanlar var. Onlar Lənkəranda tanıyanlar da var. Ümumiyyətlə, demək olar ki, kökümüzdə bu sahədə insanlar olub. Hal-hazırda necə? Hal-hazırda ailə üzvlərimizdə yoxdur, deyil, hələ ki yoxdur. Evlatlarımızda yoxdur. İndi gələcək nəvə nəticələrdə olacaqsa. İnşallah nəvələrin yolunu getmək istəyir. Öz dəsti xəttiniz var idi, xahiş edirəm. Öz dəsti xəttim. Öz dəsti xəttim. Hansı ədəbi janrlarını göstərir? Mən bu saat özüm ümumiyyətlə mən yaradıcılıq sahəsindən başqa da mən dövlət sahəsində də İctimai işlərdə də işləyirəm. İctimai işlər ümumiyyətlə deyəndə bizim mən Nəcib xanımlar cəmiyyətində sənət qadınlar birliyinin üzvüyəm, jurnalistlər birliyinin üzvüyəm, sonra poeziya, Sumqayıt poeziya klubunun üzvüyəm. Belə ictimai sahələrimiz çoxdur. Eyni zamanda da mən özüm mənim çalışdığım sahə və iqtisadi sahə üzrə tam başqa bir sahə ki, hansı ki, mən o sahədə fitələşmişəm. İqtisadiyyat sahəsində çalışırsınız. Bəli, indi hal-hazırda yox, indi mən rayon Həmkarlar Komitəsinin kədriyəm və eyni zamanda da yaradıcılıqla məşğulam. Ümumiyyətlə, əsas mənim indiki dövrüm yaradıcılığı çox əhatə edib. Bu sahə mənə daha doğrusu çox çəkir. İqtisadiyyat sahəsi elədir ki, bizim indiki dövrümüzün aparıcı sahələrindən biridir. Yəqin ki, bu sahədə siz həyatın daha çox o tərəfləri ilə, sizin qarşınızda mövzu çox oluyor da yazmaq. Bəli, bunun təsiri olmur. Bilirsiniz, mən deyim sizə ki, əvvəla bu iki sahədə çalışmaq çətindir. Ümumiyyətlə, bütünlükdə bu ictimai işlərdir, bunlarda bir problem yaratmır ki, kömək etmək. Problem xeyr, yaratmır. Problem deyəndə ki, çətinliklər yaranır. Problemlər sözsüz ki, olur. O problemlər də yalnız sənin bahasına başa gəlir ki, öz üzərində çox işləməlisən, müəyyən o istirahətlərdən imtina eləməlisən, müəyyən yuxularına haram qatmalısan ki, məsələn, bu iki sahədə də sən çalışasan və haradasa hər iki sahədə uğurlar əldə edəsən, bir insan kimi, bir cəmiyyətə yararlı bir şəxs kimi. Belə bir anlayış var ki, hər bir şair dövrünün yetirməsi olur və onun yaratdığı əsərlər də həmin dövrün məhsulu olur. Yəni ki, o yaşayıb yaratdığın dövrü əhatə edir. Əsasən, mən belə fikrimcə belədir ki, belə başa düşürəm. Siz dediniz ki, Lənkəranda doğulmuşsunuz və hal-hazırda Bakıdasınız. Nə vaxt oldu Bakıya gəlməyiniz? Nə ilə bağlı oldu? Yəni, bunu sualı verməkdən məqsədim var, amma istəyirəm əvvəl bunu cavab edəsiniz. Bakıya məni bilirsiniz, talih qanadları gətirib. Mən Bakıya ərə gəlmişəm, demək olar ki, belə ailə həyatı qurmağımla əlaqədar Bakıya gəlmişəm. Çox gənc yaşlarımda, hələ 16 yaşında mən Bakıya gəlmişəm və ailə həyatı qurmuşam burada. Sonradan bütün o öz yaradıcılığım, təhsilim, bütün bu sahələr özünü əhatə edib bu Bakı şəhərində də, Azərbaycan paytaxtında. Deməli, yaradıcılığınızı əsasən Bakıda inkişaf etdirmişsiniz. Bəli. Bilirsiniz, inkişaf etdirmişəm deyəndə belə yaradıcılığı mənim inkişaf edib... Üzə çıxmaq baxımından.
Üzə çıxma baxımından da Bakıda yazı yaratmışam. İlk şeirlərim Bakıda yazılıb. Məsələn, Bakıda çap olunur, ədəbiyyat qəzetində çap olunur, başqa qəzetlərdə çap olunur. Lakin bilirsiniz, mənim yazılarım əsasən mənim lap gənc illərimi də əhatə edir. Hətta o dünyanı dərk elədiyim, həyatı dərk elədiyim ilk andan hansı duyğular, hansı anlar varsa mən onları bu gün də qələmə alıb yazmağa çalışıram. Həmin dövrlərdə necə şeirlər yazmışsınız? Həmin dövrlərdə Gəncliyin ilk sallarında. olub, bəli, şeirlərim olub, amma o şeirləri mən nəsə ilə çıxartmamışam. İstəməmişəm, elə bir hardasa çəkmişəm. Onlardan yadınızda qalan varsa, xahiş edirəm. Tamaşaçılarımızın sözünü yormayaq, çünki söhbətimiz şərtləşdi ki, poeziya əsasında qurulacaq. Onlardan yadımda qalanları bilirsiniz var, amma ki, mən istəyirəm onu mənim kitablarımı oxuyasınız. Kitablarınızı oxumuşuq. Onda mümkünsə bir lirik şeirlər istəmirik. Bu axşam qələmim yenə əlimdə, bu axşam ilhamım yenə önümdə. Durmuşam fikirlər qarşısında tək, tənha çınar kimi fikrə gedərək. Beləcə zirvəyə ucalır çınar, beləcə ilbəil qocalır çınar. Onun nəğməsini qəlbim dinləyir. Qaranlıqsa çöldə tənha, tək olduğundan inlədikcə inləyir. Sizin bu şeirinizdə mən bəzi hissləri duydum. Yəni, nəyi duydum? Siz elə vaxt olur ki, tənhalığı qatlasınız, çəkiləsiniz tam sakit bir güşəyə. Yəni, bu şeir həmin vaxtı yazılan şeirlərdəndir yəqin ki. Və bu zaman o şeir yazan siz hansı hissləri keçirirsiniz? Qəlbinizdən hansı duyğular keçirir? Bəli, qəlbimdən birisi tənhalıq şeiridir. Tənhalıq birisi bəzən insanın elə anları olur ki, o belə gözəl anlar olsa belə tənhalıq sənə elə çox şirin görünür ki, sən tənhalıqda, bəli, o tənhalıqda birisi elə bir kimsə sizi o fikirlərinizdən ayırmır, kimsə sizi öz duyğularınızdan ayırmır. Siz haradasa oturub öz gözəl hisslərinizi, duyğularınızı aşkırırsınız, deyirsiniz. Bu baxımdan bilirsiniz, o tənhalıq nəsə elə bilin ki, bir zinət kimi görünür və sənə kömək edir bu tənhalıq ki, sən ürəyində olanları o sərbəstliklə deyə biləsən. Həm də ki, siz qadınsınız, ailədə ayrı problemləri, ayrı qayğılar da var. Yəni ki, bu tənhalığın bir tərəfdə ondan gəlir ki, siz gündüzlər işlə, ictimai işlərlə, ailə işlərlə məşğul olursunuz. Şeir yazmağa ancaq gecələr hava qaralandan sonra vaxtınız olur. Elədir, vaxt məsələsinə gələndə elədir, siz deyəndir. Vaxt ancaq adətən gecələr olur, ancaq şeirin yazılması, o fikrin, duyğunun səndə aşılanması, olması, o ömrün bütün anlarında mümkündür. Məsələn, gündüz və səhər və sabahda. İş görə də həmin şeir bəli, hər anda məsələn gördüyüm bir təsiri. Amma sadəcə olaraq mən o duyğularla məsələn bütün günü yaşaya bilirəm, o duyğuları özümdə saxlayıb cəmləşdirirəm və nəhayət belə bir an gəlir ki, mən tək oluram və vaxtım olur, gecə vaxtı olur bu sözsüz ki, oturub həmən o gün ərzində gördüyüm duyğular, fikirlər hamısını qələmə ala bilirəm. Sizin yaradıcılığınızın əsas parlaq vaxtı təxminən bizim müstəqil dövlətimizin yeni çağlayan vaxtlarını təsadüf edir. Bu sizin bıraxdığınız Zaman Özü deyəcək kitabında da özün bir özə verir və onun üz qabığından tutmuş, bütün içəride olan şeylərin əksəriyyətində sizdə bu vətənpərvərlik hissi güclü olduğu hiss olunur. Bu mövzuda yazdığı şeylərdə hansı hisslərlə, yəni ki, ürək ağrısı ilə təbii ki, bunları yazdı. O anları siz necə xatırlayırsınız? Vətənimizdə müharibələr gedir, şəhidlər indi şükürlər ki, yoxdur, amma şəhidlərimiz olur. Yanvar şəhidləri, Qarabağ şəhidləri. Bir qadın kimi, ana kimi, təbii ki, bu sizin ürəyinizi ağrıtmamış olmaz. Bu şəhidlərin yaranması var. Bəli, elədir. Bu Zaman Özü deyəcək kitabı sizin dediyiniz kimi iqtisadiyyatımızın və
siyasətimizin demək olar ki, böhran keçirdiyi bir dövrdə yaranıb və orada təbii ki, mənim o duyğularım, vətən evlatları duyğularım, vətən oğullarının həlak olması, vətənin belə böyük dara düşməsi duyğularım sözsüz ki, orada çox var. Və həm də ki, mənim öz ailəmdə, mənim həyat yoldaşım da müharibə gedib, vuruşub. O bu saat deməli, vətən müharibəsi veteranıdır, Qarabağ müharibəsi veteranıdır, 2 il döyüşdə olub. Bir yandan həm ailəmizin özündə bu sahədə, məsələn, canından keçmək bacaran bir insan olub. Bəli, eyni zamanda da bu mənim vətənimin ağrısı, acısı idi. Mən bunu hər an, hər dəqiqə duyurdum. Sözsüz ki, mən bu barədə yazmaya bilməzdim. Bugün bu şeirlərdən hansı birini oxumaq istəyirsiniz, istəyirsiniz? Bugün oxuya bilərəm. Vətən dara düşəndə şeirini oxuya bilərəm. Dedin vətən dara düşüb, rahat yatım mən nə təhər, sən güvənib qeyrətinə, yola düşdün bir gün səhər. Anan, bacın, qohum, qonşu, uğur dedi yollarına, qanad çaldı zəfər quşu, qüvvət gəldi qollarına. Düşmən üstə gedirdin sən, nigarandın doğma vətən, qurtaracaq nə vaxt görən biraz əlalətdən, fəlakətdən. Qurban olum qeyrətinə, hamı dedi qəhrəmansan, yağlara qənim kəsir, düşmənlərə vermə aman. Simuzər xanım, bu kitabınız ki, çapa buraxılıb, bu kitab buraxılana qədər sizin mətbuat orqanları ilə əlaqəniz, yəni hansı və ya ötəri söz gəlişirdiniz ki, qəzetlərdə şeirlər çap. Hansı qəzetlərdə, jurnallarda sizin şeirləriniz çap olunur? Şeirlər kitaba qədər demək olar ki, əksər qəzet jurnallarda çap olunur. Mənim ilk şeirim, yenə deyirəm, ədəbiyyat qəzetində çap olunur. Sonradan şeirlər başqa qəzetlərin, demək olar, əksəriyyətində çap olunur. Jurnalda, bizim Lənkəran söz jurnalında da bir neçə şeirlər çap olunur. Ümumiyyətlə, demək olar ki, şeirlərin əksəriyyəti qəzetdə, mətbuatda çap olunur. Bu şeirlərinizdən bu vaxta qədər hansı bir bəstəkar tərəfindən sözlərinizə mahnı bəstələdiyi elə bir şeiriniz var ki, mahnı bəstələrini bu şeirləri? Xeyr, yox. Müraciət edən olubmu? Ya siz müraciət eləmişsiniz? Xeyr, olmayıb, bəstələməyiblər. Mən ümumiyyətlə özüm heç kəsə müraciət eləməmişəm. Ümumiyyətlə, bu mahnı məsələsi haqqında heç düşünməmişəm də. Fikirləşirəm ki, kitab özü çıxır, şeirlər çıxır, yəqin hansısa nə vaxtsa bəstələnər. Bəs televiziya ilə necə? Bakı, məlum məsələ ki, Respublikamızın paytaxtıdır, burada televiziya, tərbiyə şehir televiziya var. Yəni ki, heç olmasa jurnalistlərlə, efir vasitəsilə birbaşa auditoriya qarşısında, tamaşaçılar qarşısında çıxış eləmişsinizmi? Bəli, olub. Televiziya ilə mənim çıxışlarım olub. Televiziya ilə bir veriliş də olub, poeziya verilişi olub. Bu veriliş deyəsən ki, Lənkəranda da gedib. Sonra mənim radio ilə də, radioda deməli, veriliş hazırlanıb, hətta bütün dünya mediasına həmən radio ilə efirə çıxıb. Bir neçə dəfə olub bu. Bizim proqramda da olub, radiomuzun başqa digər proqramlarında da deməli, efirdə olub belə şeylər. Söhbətimizin yanında poeziya ilə, şeirlə, lirika ilə davam edək. Və hansı şeirinizə tamaşaçılarınızı toxunmaq istəyirsiniz? İndi yaşayan ömür şeirimi mən sizə də tamaşaçılarımıza oxuyuram. Həyatın əzəli sütunu özü, insanın hörməti can sağlığıdır. Olsa bu gözəllik hamıda düzür, könül xoşluğudur, üz ağlığıdır. O hörmət, o sağlıq olmazsa əgər, gözlər zəifləyər, işıq, nur itər. Hardasa nə vaxtsa bir ömür bitər, deyərlər ölümün oğurluğudur. İnsandan bir hörmət duysa bir gül də, gələr fəsil-fəsil ətli bir eldə, simuzər yaşasa hətta min ildə, bu da bir hörmətə bağlılığıdır. Simuzər xanım, sizin kitabınızı oxudum, orada öz ananıza və ümumiyyətlə analara həsr etdiyiniz şeirlər var və istəyirəm əvvəl
həmin şeirlərdən birini oxuyasınız. Sonra sizə bir balaca iradım var. Təkcə sizə yox, ümumiyyətlə son zaman yazan şairlərimizə bir balaca iradım var. Çox Bir ana yaxşı. haqqında bir şey. Müqəddəs varlıq tək gəldin cahana, torpaqla qoşasan ana, ay ana. Evladlar bəxş etdin elə cahana, zəhmətin, hörmətin gələrmi sana? Həyatın özüsən, gözüsən ana. Ana pərvanədir, şam üçün yanır, yanır şam oduna, o hey fırlanır. Hər evlad bir şamdır, vətən üçün yanır. Pərvanə ən ülvi saadətini bu şam işığında yanmaqda sanır. Ananı biz bənzədirik şama. Yəni qaydadan Pərvanəyə bağışlayın. Evladsa şəmdir, ana fırlanır. Bəs onda son zamanlar nəsə əvvəl qəzəllərdə olub ata haqqında qəzəllər yazılır. Amma mən axır zamanlar nəsə ata haqqında heç bir kitabda, qəzetdə ata haqqında bu mövzuya toxunan şairlərə rast gəlmirəm. Siz nə deyərsiniz? Mən ata haqqında da şeirim var. Allah qoysa ikinci kitabda siz o şeiri oxuyacaqsınız. Hələ tam hazırdır. Yox, hazırdır şeir. Kitabda olacaq. Qoy atalar da bizdən izləsin. O şeirdən bir bəndi oxuya bilərəm. Bir dastan həyatdır, ata qayğısı, ömür kitabımın varaqlarında. Müdrik kəlamları, məşəl yandısı, parlayır ömrümün çıraqlarında. Ənənəvi bir sual. Bayaqdan deyirik ki, bəzi şeylər var, qalıb ikinci etapa. Yəni ki, ikinci kitabı çapa bıraxmaq ərəfəsindəsiniz. Hal-hazırda başqa nə kimi işlərlə məşğulsunuz və hansı əsas İnşallah təzə yeni kitab ki buraxılacaq. Orada biz yeni nə ilə üzləşəcəyik? Bəli, yeni kitab mənə elə gəlir ki, daha maraqlı olacaq. Daha maraqlı olacaq. Nə baxımdan? O kitabda mən Lənkəran ab-ı havasına çox istinad edirəm. Lənkəran gözəlliyini, onun barlı bərəkətini, onun zəhmətsevər insanlarını, onun gözəl sevgiyə malik gənclərini, demək olar ki, orada yazılan bir lirik povestlə həm yaşatmaq, həm də çatdırmaq niyyəti ilə deməli, həmən kitabda o mövzu olacaq. Ümumiyyətlə, orada Lənkərana aid doğma Talış dağlarıma əhatə edilən şeirlərim olacaq. Bu bəlkə də mən biraz bu sualı verməkdə gecikirəm, amma əsl məqamı indidir ki, çünki o Lənkəranın Talış dağları dediniz. Bizdə Lənkəranda çıxan o söz jurnalı ki var. Bəli. Sizin həm Lənkəran Talış dağlarını yazdığı şeir var. Səhv eləmirəmsə o Şəkər Aslanın mərhum Şəkər Aslanın xatirəsinə yazılır. Bəli. Ümumiyyətlə, Lənkəran haqqında bu füsunkarlığı, gözəlliyi təcəssüm elətdirən başqa hansı şeirləriniz var da öz ürəyiniz istədiyin Lənkəran haqqında bir şeir tamaşasılarından şeir. Bal eşqindən düşdüm uzaq, haçan gəlim sizə dağlar. Həsrətimdir varaq-varaq, bir rəhm edin bizə dağlar. Mərd oğullar vətənisən, gül sevgilər yelkənisən, ağır ellər məskənisən, qiymət qoyur sözə dağlar. Günəşi atıb tutdunuz, göz yaşımı qurutdunuz, nə vaxt məni unutdunuz, duranmaram üzə dağlar. Ayrılığa dözə-dözə, şeirlərim çıxdı üzə, nə siz gələsiniz gözə, nə mən gəlim gözə dağlar. Haqqı sayın gəlməz saya, durnaların endi çaya, mənsiz baxma günə, aya, dərdim çıxar bizə dağlar. Çox gözəl. Sümüzə xanım, artıq verilişimiz sona yetmək üzrədir. Sizi ola bilər ki, elə məqamlar oldu ki, mən o məqamlara toxunmadım. Amma sizin onları demək istəyiniz var, arzunuz var. Belə bir sözünüz əgər varsa, bizə də qoşulardan danışın.
Mən tamaşaçılarımıza, bugün Lənkəran cəmaatına, bizə qulaq asan tamaşaçılarımıza əvvəla can sağlığı arzu edirəm. Onlara əmin-amanlıq diləyirəm. Sonra mən Sevda xanım Əlibəyliyə öz minnətdarımı bildirirəm ki, Sevda xanım da deməli, Söz jurnalının redaktoru, baş redaktorudur. Sonra Lənkəranın deməli, başçısı Dilruba xanım Camalova. O Lənkəran torpağının doğrudan da fədakar qızıdır. Bu xalq üçün, bu torpaq üçün bugün çox işlər görür. Onun zəhməti, o həm qadındır, həm anadır, həm eyni zamanda rəhbər bir qadındır. Bu doğrudan asan iş deyil. Həm də bağışlayın, müdaxilə edeyim. Mərhum Şəkər Aslandan sonra həmin o dediyi Söz jurnalının təsirçisidir, davam elətdirən. Bəli. Doğrudan da Söz jurnalı, siz bilirsiniz ki, mərhum Şəkər Əslandan sonra deməli, hələ onun dövründə də çox çətinliklə çıxırdı. Lakin indi, bugün mənim məlumatım var ki, bu jurnalı Dilruba xanım Camalova təsirçisidir və o jurnal doğrudan da çox yüksək səviyyədə çıxır. Bu jurnalı belə yüksək səviyyədə çıxmasını, onun belə yaşatmasında Camalovanın bu böyük təşəbbüsünə görə mən ona çox böyük minnətdarlığımı bildirirəm ki, çünki o Söz jurnalı Azərbaycan yaradıcılarına, Lənkəran yaradıcılarına ələlxüsus bizim o həm yerlilərimizi, bizim o dahilərimizi, yazıçılarımızı, sənət adamlarımızı nəinki Azərbaycanda, o həm də deməli, Azərbaycanın hüdudlarının kənarlarda tanıtmağa qadirdir. Buna görə Camalova, hörmətli Camalova xanım müəllimə çox böyük iş görür və mən ona öz təşəkkürümü bildirirəm bu barədə. Sonra da ki, bilirsiniz, mən sizə eyni zamanda Cənub televiziya şirkətinin və çəkiliş qrupuna sizə öz minnətdarlığımı bildirirəm ki, siz məni yaddan çıxartmamışsınız, gəlib axtarmışsınız, tapmışsınız, böyük bir yol gəlmişsiniz, çətin də olsa. Sizə öz minnətdarlığımı bildirirəm, təşəkkür edirəm, səmimi duyğularımı çatdırmaq istəyirəm. Biz də sizə yaradıcılıq işinizdə uğurlar arzu edirik və şəxsi həyatınızda sizə xoşbəxtlik arzu edirik. Çox sağ olun. Çox sağ olun. Əziz tamaşaçılar, bununla da şəhərimizin sənət adamları adlı